təhsil sahəsində uşaqların hüquqları. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, təhsil haqqında Azərbaycan Respublikasının qanununa, bu qanuna uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Məktəbəqədər təhsil sahəsində uşaqlar bu hüquqlara malikdirlər. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq, uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq, ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, çatışmazlıqların, yəni nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyinin korreksiya edilməsi üçün psixoloji, tibbi, pedaqoji yardım almaq, psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq, müəyyən olunmuş normativlərə uyğun keyfiyyətli qida ilə təmin edilmək, asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyl və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır.